23 yanvar 2026-cı ildir və həftənin cümə günüdür, dəyərli izləyicilər. Bugün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib və deputatlar çox maraqlı məsələlərə münasibət bildiriblər və deputatlardan Hikmət Baboğlu bugün velosiped zolaqları ilə bağlı öz etirazını bildirib. Daha dəqiq desək, deyib ki, yolların işarələnməsi, yeni velosiped zolaqlarının salınması ilə yolların daraldılmasına şahidlik edirik deyib, bu lazımdırmı? Harada zəruridirsə, orada da bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan gün ərzində neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var deyə deputat bildirib. Əslində, velosiped zolaqları ilə bağlı kifayətdir sərnişinlərin də, sürücülərin də etirazları var, narazılıqları var ki, o yollardan istifadə edən yoxdur, amma yollar daralır, tıxaca səbəb olur, hərəkətin intensivliyinə mane olur və s. Siz bu barədə nə düşünürsünüz? Deputatın bu etirazına qatılırsınızmı və doğrudan da yenidən velosiped zolaqlarının salınması Bakı şəhərinə nə verə bilər? Bu barədə öz fikirlərinizi şərhlərdə yazın. Mən onlarla tanış olacağım, dəyərli izləyicilər.